Salam dəyərli izləyicilər. Sizləri Rəmanlı Savxozdan sosial binaların yaxınlığından salamlayıram. Dostlar, sizlərə 4 sot torpaq sahəsinin içində 3 otaqlı fərdi yaşayış evimizin çəkilişinə gəlmişik. Dostlar, nəzərinizə çatdırım ki, ev şəxsi istifadəsi üçün inşa olunubdur. Çox keyfiyyətli evdir. Videonun sonuna qədər izləyin. Şərh bölməsində fikirlərinizi qeyd edin. Videolarımız kəşf edəcəksiniz. Dostlar, gördüyünüz kimi burada belə bir geniş bir bizim navesimiz var. Bura bizim giriş qapımızdır və Emin bəy, buranı göstərin zəhmət deyilsə. Bax, bura əlavə olaraq burada nə bilim, qardaşımız yeri təmiz beton eləyibdir və ikinci mərtəbəyə mansara. Mansara yəni təmirsizdir. Oradakı gələcəkdə istəyən olsa mansarı da özü üçün inşa eləyə bilər. Çox keyfiyyətli yəni deyirəm. Hardasa bir 13-14 manatlıq bax tamət daş döşüyübdür. Evimiz kürsülü evdir. Bax, burada dostlar bulağımız var. Qısaca olaraq izah eləmək istəyirəm ki, göstərməyəcəm. Həmin videomuz qısa olsun, həm də ki, biləsiniz nədir burada. Bura çöl sanitar qovşağıdır, bura çamaşırxana, həmən hamam otağıdır və burada bizim belə bir balaca bir otağımız var. İstəyən olsa əgər qapını bağlayıb, bax, burada mətbəxdir. Kiraya da verə bilər. Emin bəy, mətbəxti də göstərin, yay mətbəxtidir. Bax, beləncə yay mətbəxtimizdir. Həyətimiz qazondur, yəni paylaması, yolkası, dekorativ ağaçlarımız var. Panorama pəncərə, dostlar. İstilik sistemi kombidir. Buyurun evimizin daxili ilə mən sizləri tanış edeyim. Evimizin qiyməti 125.000 manatdır. Bax, belə girirsən, nəhəng bir belə bir koridoru var. Maşallah, qardaş çox zövqlə inşa edibdir. Yəni, çox genişdir, bax, belə deyim. Buyurun, birinci biz sizləri, bax, burada mətbəxlə tanış edeyim, dostlar. Bax, belə müşahidə kamerası var. Kondisioneri var. İnşallah ki, bunlar qiymətə daxil olar və genişdir, yəni mətbəxdə oturub, yəni iç, yəni zala getmə. Gördüyünüz kimi evin divanı göstərir. Çox belə deyim, belə səliqəli evdir. Xoşuma gəldi mənə. Beləncə, elə bir ki, bəzi o kinolarda olur, yəni onlara oxşadır. Yəni sanki mənə elə xatırlatdı. Və burada belə bir geniş, deməli, qonaq otağımız var. Dostlar, istilik sistemi kombidir. Bunu da ki, qardaşımız belə də zövq üçün qoyubdur. Belə gözəllik verir. Olur ki, işıqlar sönür. Yəni, qazı xodda ev ot kimi. Yəni, yaxşı bir şeydir. Bax, şəbəkə qapılar, zamoklara fikir verirsiniz, dostlar. Qara zamoklar, çox petlələr. Hər evdə 3 dənə petlə olmur. Bax, petlələr. Çox keyfiyyətli evdir, dostlar. Və burada bizim balacalar üçün beləncə bir bizim uşaq otağımız var. Evimiz təmirlidir. Sonra çox məsləhətli evdir, dostlar. Və buradakı